Herkese salam kızlar. Kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Sefa getirmişsiniz. Eğer kanalımı keşfetten karşınıza tesadüfen çıktısa çok xahiş edirəm. Eğer beğendiyse videoma abone olmayı unutmayın. Birçok vaxt bunu deməyəndə yəni xatırlatma olmur və bəzən xanımlar izləyirlər, keçirlər, sonra səhifəni tapa bilmirlər çünki abunə olmayıblar. Ona görə belə xatırlatma eləyəndə, yəni həm mənə yararlı olur, həm sizə. Çox rica edirəm. Sizin üçün böyük bir şey deyil bu, amma mənə çox böyük, yəni dəstək olmuş olarsınız. Bəyənsəz, abunə olsanız və bol-bol yorum yazsanız, həqiqətən kəşfə düşməyimə kömək etmiş olarsınız. Çünki bu aralar baxışım yenə düşüb. Demək kızlar, bu da əlbəttə ki səbəbkarı özüməm. Çünki gec-gec videolar, vloglar paylaşıram. Amma bundan sonra inşallah ki çalışacağım. Mütəmadiyen üzüyə doğru gedirik. Sizin sevdiyiniz o həyətdə, o hazırlıqlı, yay hazırlıqlı vlogları izləyəsiniz inşallah sevərək. Mən də sevərək çəkəcəm sizin üçün. Demək, yumurta pomidor eləyirəm. Yoldaşım gəlib Bakıya. Demək, ona görə inşallah hazırlayım. Səhər yeməyimi, sonra onu qalxdacağım. Yatıb hələ yazığım gəldirəm, qoy biraz da dincəlsin. Həmişə işdə olur. Bir qəşəng süfrə hazırlayayım, o da yesin. Ömərə də verim yemək. Uşaq da biraz yesin, mən də heç bir şey yeməmişəm. Səhərdən ancaq su içmişəm. Ömər də səhər saat 7-yə qalmışdan durub. Ömərə ancaq su və çiçi istədi. Dedi ki, çörək istəyirəm. Ona görə çörək verdim. Dedim, heç olmaz, indi yumurta yeyəcək. Belə qızlar, bugün qəşəng yeməklər pişirəcəm. İnşallah vaxt tapdıqca hamısını çəkəcəm. Sizə xoş seyirlər arzulayıram. Səni. Stop elə. Stop eləyirsən Ömər. Git atan Durğuz, git. Git atan oya. Gitdirəm Məhəmməd. Yox, sən alırsın. Kızlar, geldim yumurta yemeğini pişirmeye. Ömer'e sup verdim. İstəyirəm aş süzüm. Artıq süzməyə başlamışam. Yadıma birdən düşdü ki, sizin üçün video çəkirdim. İşıq niyə belə edir, onu da bilmirəm. Geçen gün də aspiratorumuzun işığı belə edir. Neyse, yandı. Burada sup pişirmişdim. Qəşəng düyülü, qiyməli, kartoflu belə sup. Belə kızlar, bunu yedindi Ömer. Все. Onu yatırdacağım. Qablarım biraz çıxıb, qablarımı yuyum. Duz mənə lazım deyil, hələ lazım bağlayım, qalsın qıraqda. Belə. Qablarımı yuyum. Daha sonra buranı boşaldım ki, aşımı süzməyə. Deməyə qızlar, süzdüm düyünü. Tripotum qabı bir sevdim. Ona görə təkərlə ancaq qədər. Evdəkilər hamısı düyünü xoşlayır, belə qəşəng sarı köklü. Adam var, çox xoşlamır sarı kökü. Bizdə yeyirlər də. Orada pişsin, toyuqla eləyəcəm qızlar. Dikət xoşlamır mənim yoldaşım. Deyir, dişimdə qalır. Çeynəyəm biləm, deyir, dişimdə qalır. Bunu da bir dənə qəşəng hamısını bura əlavə eləyim. Qızlar, qəşəng supunu kızdırdım. Bundan da biraz yiyəcəyik. Aşım, pulavım hazırdır. Qəşəng. Toyuğum da burada pişir. Üzerine biraz pomidor əlavə edəcəm. Mən bilmirəm siz necə yeyirsiniz. Biz tərəflərdə biraz biber olsun, sonra
Demək biz tərəflərdə əslində bu bibersiz deyirlər. Sadəcə yoldaşım biber koyur deyə biraz bir dənə biber əlavə eləmişəm. Çox yoxdur ki, mən sevmirəm. Amma bu çıxırtmaya pomidor, bir də yumurta bizimkilər eləyir. Ən sonunda üzərinə. Eləmirsinizsə, pişirməmişsinizsə belə pişirin qızlar. Çox dadlı olur, ləzzətli olur. Belə. Biraz da biber ölsün. Mən gedib Öməri yatırdım ona qədər. Gəlim. Və qızlar yumurtanı da indi əlavə edirəm. Mənim yoldaşım əvvəllər sevmirdi bu çıxırtmanı, xüsusən də yumurtalı sevmirdi. Çünki onların zonasının cəmaatı belə yeməklər yəni yemirlər, çox pişirmirlər. Amma mənlə evlənəndən ilk 1-2 il biraz çətin oldu mənə. Çünki ağız dadlarımız biraz fərqli idi. Amma sonra o da bəyənməyə başladı və bir-iki dəfə dadandan sonra, hətta ilk dəfə yeyəndə dedik ki, mən nə yaman şey qaçırtmışam da, yəni çox dadlı bir yeməkdir. Kaş əvvəlcədən dadardım. Yəni belə. Bu da bizim son görüntümüz. Hazırlamayanlar hazırlayın, siz də nuş eləyin inşallah. Demək mən buralara bomba düşüb. Yemək yedik. Amma buralar bu hala qaldı. Hələ qazın vəziyyətinə baxın. Bütün yağ oldu. Buraları qəşəng çiçək kimi eləyəcəm. Və qızlar qəşəng yağlar getsin. Belə qopqamı götürdüm. Yoldan çıxdım. Qəşəng yağı təmizləyib. Qabları bu arada yudum. Qazanlarımı yumuşam. Qəşəng buraları sürtək. Mən yağdı. 2 dənə badımcan qızartmışam sadəcə. Qəşəng durulmaq. Əvvəl buranı bir dənə duruluyum. Çünki buranı biraz əzələyəndə sonra xarab olur. Birinci buranı silək. Bunun için de açtım. Qəşəng işıq düşür. Orada biraz tor vardı. Oranı təmizlədim və bu aspiratoru da yuyacağım. Görsünüz saralıb. Bunu yuyacağım. Bunun tərsi üzüdür. Onun rəngi belədir. Belə buralar təmiz oldu. Qəşəng dəmirlər də yum gözəl şəkildə bura qoyum. Ondan sonra aspirator təmizləyək və evin polunu silək. Tərtəmiz olsun ev. Qızlar demək bu dəmirləri yudum. Qəşəng qoymuşam, biraz suyu çəkilsin, quruluyuram. Sonra bu divarı silmişəm. İndi biraz da qurudum sizlə bərabər. Bura qədər yumuşdum şampunun suyla. İndi buradan da bu tərəfə bu qusaqı da yudum. İndi tez bu dəmirləri qurudum. Atım ora yerinə və çaydanı qoyum qaynasın. İsti suyla qəşəng bunları göstərəcəm, necə yuyuram. Demək qızlar, bu şey olsun saçma yəqin keçdi sizdən. Yavaş yavaş da biraz. Tahtaya orada. Kızlar evlerde toz soğanladım, geldim.
Gördüğünüz kimi qabyan belə üzərinə qəşəng. Bunun sarısı ancaq gedər. Bir nəfər də ki, mama. Bu da qəşəng əriyəcək. Çox yağlı olanda belə edirəm. Adi vaxtda adi yağ çözücülərlə gedir. Dilimdə topuq çıxardır. Fikrim yağı uşaqdadır ki, hələ yatmayıb. Belə. İndi. En çok bax bu hissələri qaza ən yaxın hissəsidir. Bu daha təsirlidir bizdə. Artıq suda yağlar görünür. Şurada alsın. Həsrətləyib gəldiri fırladacağım. Gedim əməli yatırdım qızlar indi. Ondan sonra evi toz soğranlayayım, bir dənə tozları alam. Sonra yatıb mənə dincələrəm inşallah. Belə görsünüz. Görmədiyi günlər görür. Ömər bu saatda oyun oynuyor atasına. Oh, nə gözəl. Dəymirəm, atası evdə onda dəymirəm qızlar uşağı. Həmişə tez gəlmir, həmişə evdə olmur. Bax. Biraz da əridim. Все, gittim mən. Gedim qəşəng. Hər bir işığı söndürüm. Hər yan qəşəng oldu. Təmiz. Bugün Ömərin hamamda gül kimidir. Buralarda sərt gəldi. Qırışqası. Gedim onun paltarını götürüm. Gedim deyirəm, buradayım. Deyirəm, öyle gedim. Pijaması da burada. Hər ihtimala qarşı böyle de götürüm, bir dənə futbolka götürüm. Çünki tərlidir. Yəqin ki, bayaqdan qaçır. Belə. Deodorant kremlərini götürüm. İşə. Nə əcəb bu, hamısı bir yerə yığıldı bu oyuncaqlar. Dilə tutub onu gətirmişəm bura. Belə qızlar. Qızlar, mən Öməri yatırtdım da. Çox çəkmədim sizə bezdirici olmasın deyə. Buraları qəşəng sildim. Mebelin tozlarını aldım. Və Öməri yatdım. Gəldim sizə göstərim. Bu da aspiratorun setkasının son halı. Görürsünüz. Suyun çekin görürsünüz. Bax belə. Sapsarı su çıxdı. Amma heç bir yağ çözücülə bunu effekt əldə etmək olmur. Belə indi bir dənə bunu yaxalamaq qalıb mənə. Bunu yaxalayım, çiçək kimi eləyim. Asım yerinə və özüm də gedim biraz yatım, dincəlim. Bugün həqiqətən yoruldum. Oldu gül kimi qızlar. Yavaş danışıram, Ömər yatıb deyəm. Mən çox razı qaldım. Ne yalan deyim, bu üsulla birinci dəfə təmizləyirdim buraları. Çox razı qaldım. Soba listimi də yumuşam. Bu arada üzülürsən, qaranlıqdır bura. Ancaq aspiratorun işığı yandırmışam. Bunu quruluyum kənarlarını, iki ləkə qalmasın. Çok qəşəng oldu. Buna baxın. Bir yerdə sarı yoxdur ləkə. Bu belə əks düşür, ona görə belə görünür, amma bir yerdə sarılıq yoxdur. Buradan əks düşür, çünki iki qatdır, ona görə. Başka yerde kalmadı. Buralarını da sileyim. Oldu tertemiz gül kimi. Bu arada onu da diyeyim ki əslində bunu qabiyana da atmaq olardı. Həmin o tabletkalarını yumaq olardı. Amma nəyə görə eləmədim? Mən biraz bu hissələri var ya, buralardan şübhələnirəm. Material bilmirəm də nədir. Var qızlar deyirlər ki, atmışıq, heç nə olmayıb. Amma mən
Bez risk eləmirəm. Düzdür, elə bir şey hələ ki başıma gəlməyib ki, hansısa qabın rəngi getsin qab yanımda və yaxud nəsə də, hətta zərli qablar olub atmışam, getməyib. Yəni zəri bilmirəm, yəni deyirəm birdən də xarab olar. Ona görə elə ən yaxşısı əldə yudum belə. Bunu da yumuşam kızlar. Bu da tertemizdi. Bunu da kuruluyum. Koyayım yerine. Kızlar dünən axşam işlərimi gördüm. Amma sizlə sağollaşmağı unutmuşam. Video çəkməyi unutmuşam. Telefonumuz rətkası orada bitdi. Sonra mətbəxi tam yığışdırdım. Aspiratorun setkasını falan quruladım. Taxdım və yatmışam. Bir də səhərində ayılmışam ki, axı mən videonu editləmək üçün sonluqda sağollaşmamışam qızlarla. Qızla sağollaşmaq istəyirəm. Gördüyünüz kimi Ömər oturub bəbələşib təzdən. Kaleska yadına düşür. Oturub kaleskada. Deyir ki, mənə baba elətdir burada. Yatmır, hələ yatan vaxt deyil. Hələ təzə durub, prosto belə oyun oynayır mənlə. Belə gördüyünüz kimi gətirib kurtkasını, dəsmalını, hər şey atıb bura ki, burada qalsın. İndi belə bir yaş dövrüddə ki, öz istədiyi kimi istəyir hər şey olsun. Neysə, mən də ona dəymirəm. Dedim, montaj eləmək üçün sonluğu da çəkim sizin üçün. Sağollaşın. İnşallah ki, bu videonu da bəyənərsiniz, sevərək izləyərsiniz. Bəyənsəz əgər bəyən basmağı və yorum yazmayı unutmayın qızlar. Sizin bol yorumlarınız mənim videomun önə çıxmağına və kəşfə düşməyinə kömək eləyir. Sağ olun, salamat qalın. İnşallah görüşərik.